Uşaqlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif Azərbaycan dil iş dəftərindən səhifə 28 və 29-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və video bəyənirsə bəyəni düyməsində basmağı unutmayın. Gəlin başlayaq. İlk tapşırıqda deyir ki, ağatlı oğlan mətnlə əsasən Xabalı haqqında obraz xəritəsini tamamla. Obrazın təqdimatı Xabalı Daşqıvar padşahın oğlu idi. Xarakteri kobuddur. Kobud. Başqa necədir? Təkəbbürlüdür. Təkəbbürlü. Aha, belə. Sonra əsaslandıraq ki, bu kobuddur. Burada yazaq. 1. Ya da burada biraz yuxarı. Aha, 1. Əsaslandıran Mehtərlə danışarkən kobudluğa yol verdi. Sonra da təkəbbürlünü eləyək ki, aha, təkəbbürlüdür Lərbalanın onu bir dəqiqə onu şirdən biz arada şeydən də yeyə bilərik də. Qiyamatin var deyə ov səhnəsi. Aha, ov səhnəsindən də yaza bilərik də. Yazırıq indi. Şirdən xilas etməsini istəmirdi ki, kimsə bilsin. Aha, hisslərim. Nə hiss elədi? Paxıllıq edir. Paxıllıq edir. Nərbalanın. Biraz bunu yuxarı verək. Nərbalanın. Aha, Nərbalanın şiri öldürüb. Xilas öldürüb onu xilas etməsilə paxıllıq edir. Paxıllıq edir. Yadda qalan sözləri və hərəkətləri. Bura bax, Mehtəroğlu deyir da. Bura bax, Mehtəroğlu. Belə.
Hmm, yazırıq, yazırıq. Hə, bura bax, Mehtəroğlu. Buradan da bir dənə. Aha. Bu hadisəni heç bu hadisədən bu hadisəni aha, heç kim bilməməlidir. Onsuz da və ayrı yazılır onlar. Onsuz da yazıq bir Mehtər oğlunun şahzadəni za- biraz da zadaq şahzadəni xilas etməsinə heç kim inanmaz. Obraza münasibətim. Sizin necədirsə münasibətiniz yaza bilərsiniz. Mən də öz münasibətimi yazacağam. Mənim obraza münasibətim yəqin ki, hamınızın elə pis olar. Pisdir. Çünki xanbala insanlara dəyər verməyi bacarmır. Hər kəsə yuxarıdan aşağı aha, aşağı artıq yeni sətrə keçək. Aşağı baxır insanlar arasında ayrı seçkilik edir. Aha. Seçək səhifə 29-a. 3A tapşırığında deyir ki, hansı mürəkkəb cümlələrdə bağlayıcı işlənib? Həmin cümlələrdə bağlayıcının altından xətt çək. 1. Azərbaycan bayrağı dalğalandı, hamı qürur hissi keçirdi. Burada bağlayıcı işləməyib gördüyünüz kimi. Sonra Zəhraya məsuliyyətli iş tapşırılmışdı. Ona görə də yazaq bura. Ona görə dənina o şəkilçi deyil. O narahat idi. 3. Axşam bərk şaxta oldu. Yollar buz bağladı. Burada yoxdur. 4. İnformasiya mənbəyi çoxdur, lakin heç biri kitabı əvəz etmir. Lakin bağlayıcıdır. 5. Komandir gəldi və əsgərlər hərbi salam verdilər və tezliklə qar əriyəcək, çünki artıq yaz gəlib. Çünki. Aha. B nöqtələrin yerinə uyğun bağlayıcılar əlavə etməklə cümlələri tamamla. 1. Mən xoşbəxtəm, çünki yazaq. Vəffalı dostlarım var.
Çox gözlədim, amma heç kəs zəng etmədi. Amma, ancaq və ya lakin fərqi yoxdur. Mən yazıram amma. Amma, ancaq, lakin fərqi yoxdur. Bunlar yaxın mənalıdır. Ona görə istədiyinizi yaza bilərsiniz. 3. Yağış yağdı və ətrafda gölməçələr yarandı. Və 4. Dünən tez yatmışdım. Çünki başım ağrıyırdı. 5. Dava təbili vuruldu və pəhləvanlar meydana çıxdılar. 6. Günlər keçir, ancaq Cavanşirdən xəbər gəlmirdi. Ancaq, amma, lakin fərqi yoxdur. Bunu yaza bilərsiniz. Ancaq. Keçək tapşırıq C-yə. Bağlacıları yazmaqla cümlələr tamamla uyğun yerlərdə vergül işarəsi qoy. Aha, günəş birinci bağlacıları oxuyaq və ya amma, çünki ona görə də. Günəş artıq az-az görünür, çünki bilirik ki biz çünki amma, ancaq, lakin, ona görə ki bağlacılarından əvvəl vergül işarəsi qoyulur. Günəş artıq az-az görünür, vergül, çünki payız gəlib. Payızda yer günəşdən uzaqlaşır, ona görə də istilik azalır. Vergül, ona görə də istilik azalır. Soyuq küləklər əsir və tez-tez yağışlar yağır. Bəzi quşlar isti ölkələrə köçür, amma sərçöz vətəni tərk etmir. Əsirdən sonra gördünüz, vergül qoymadım. Çünki və bağlayıcısına əvvəl heç bir vergül qoymaq olmaz. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!